Arzu, indi sənə bəzi brendlərin loqolarını göstərəcəm. Təxminən görə onların mənaları nə ola bilər? Aha, başlayaq. Amazon loqosundakı narıncı xətt nəyi təsvir eləyir? Əslində bir çox adam düşünür ki, o sadəcə olaraq orada gülən ifadəni təsvir eləyir, amma o əslində A-dan Z-yə qədər olan məsafəni göstərir. Yəni bizdə A-dan Z-yə qədər hər şeyi tapmaq mümkündür. Hyundai loqosu ümumiyyətlə nəyi təsvir eləyir? O əslində sadəcə olaraq H hərfi deyil, məncə müştəri ilə satıcı arasında əl sıxışmanı göstərir də, yəni məmnuniyyət əlaməti olaraq. Bəs Toblerone loqosu? Toblerone şokolad olan. Onun loqosunda dağ təsviri var da. O dağ təsvirinin üstündə əslində ayı var. O da İsveçlərin Bern şəhərinə xitab eləyir. Yəni ki, o şəhər həm şokoladın vətənidir, həm də orada ayılar vardı. Bəs Beats var ya, qulaqlıq brendi. Bəs o? Yəqin ki, sadəcə olaraq B hərfi olmaz. Amma məncə biz bunu izləyicilərimizdən soruşaq. Bəs sizcə Beats-in loqosu nəyi təmsil edə bilər?